Salam, hər vaxtınız xeyir. Bugün sizinlə çox vacib, yəni hər kəsə lazım olan bir mövzuya toxunacağıq. Söhbət əmək müqaviləsinin, necə deyim, düzgün bağlanması qaydalarından gedir. İstər işə girəndə, istərsə də işçi götürəndə əsas mənbəyimiz təbii ki, əmək məcəlləsidir. Amma çalışacağıq duru qanun dilində yox, daha anlaşılan dildə danışaq. Və qeyd edim ki, bu müzakirəmiz Jobs, Cograş işi elanları, İş və Namizəd Axtarışı platformasının dəstəyi ilə hazırlanır. Bəli, salamlar. Çalışacağıq ki, bu məcəllə maddələrini, yəni o vacib məqamları aydınlaşdıraq. Əmək müqaviləsi nədir əslində? Kimlər tərəf ola bilər? Müqavilədə nələr mütləq, baxın, mütləq olmalıdır? Bu, həm işçi, həm də işə götürən üçün çox önəmli məsələdir. Gəlin elə başdan başlayaq. Kimlər ümumiyyətlə işçi kimi müqavilə bağlaya bilər? Məsələn, yaşla bağlı bir məhdudiyyət varmı? Var, əlbəttə, məcəlləyə görə 15 yaşı tamam olmuş hər kəs işçi kimi müqavilə bağlaya bilər, amma bir şərtlə. Şərt nədir? 15 yaşından 18 yaşınadək olan gənclərlə müqavilə bağlananda onların valideynlərindən ya da qayyumlarından yazılı razılıq alınmalıdır. Bu çox vacibdir və təbii ki, heç kim, yəni zorla, məcburi şəkildə müqavilə bağlamağa vadar edilə bilməz. Bu qanunla qadağandır. Bəs necə deyim, fəaliyyət qabiliyyəti olmayan şəxslər, məhkəmə qərarı ilə belə tanınanlar, onlar işçi ya da işə götürən ola bilərlər? Xeyr. Qətiyyən. Qanun çox aydın şəkildə deyir ki, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərlə əmək müqaviləsi bağlamaq olmaz. Bu, həm də o şəxslərin öz hüquqlarının qorunması üçündür. Eyni məntiqlə, belə bir şəxs işə götürən də ola bilməz. Çünki işə götürənin də öhdəlikləri, məsuliyyəti var axı. Aydındır, məntiqlidir. Bəs yaxşı, keçək müqavilənin özünə. İçində nə olmalıdır mütləq? Hansı məlumatlar olmasa problem çıxar? Baxın, Əmək Məcəlləsi maddə 43 bunu çox dəqiq sadalayır. Ən əsasları deyim sizə. Birincisi, tərəflər haqqında məlumatlar. Yəni, ad, ünvan... Bəli, ad, soyad, ata adı, ünvan, işə götürən üçün vün, işçi üçün isə fin nömrəsi. Bunlar şərtdir. Sonra, işin yeri, yəni harada işləyəcək, vəzifəsi nədir? İşə nə vaxt başlamalıdır? Müqavilənin müddəti əgər müddətlidirsə? Hə, müddət məsələsi də var. Bəli, sonra işçinin əmək funksiyası, yəni konkret nə iş görəcəyi və əmək şəraiti. Bura nələr daxildir? İş və istirahət vaxtı, əmək haqqının məbləği, ödəmə qaydası, məzuniyyət müddəti, sosial sığorta məsələləri. Deməli, bu detallardan biri olmasa müqavilə natamam sayılır. Elədir. Əgər bu əsas şərtlərdən, yəni vacib məlumatlardan biri və ya bir neçəsi yoxdursa, müqavilə, necə deyim, tam hüquqi qüvvəyə malik sayılmaya bilər. Hətta tərəflərdən biri, məsələn işçi, müqavilənin etibarsız sayılmasını və ya ona əlavələr edilməsini tələb edə bilər. Bu həm kağız, həm də indi çox yayılan elektron müqavilələrə aiddir. Elektron müqavilə demişkən, onlar nə vaxt qüvvəyə minir? Elektron müqavilələr adətən tərəflərin gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi andan, yəni sonuncu imza tarixindən qüvvəyə minir, amma bəzi istisnalar var ki, dövlət qeydiyyatı anından sayılır. Kağız müqavilələr isə onlar indi daha az hallarda bağlanır, yalnız qanunda göstərilən xüsusi hallarda onlar imzalandığı gündən qüvvəyə minir. Müqavilənin müddəti məsələsinə qayıdaq, həmişə müəyyən bir vaxt üçün bağlanır yoxsa? Əsasən yox. Qanunun ümumi prinsipi odur ki, əgər görüləcək iş daimi xarakter daşıyırsa, o zaman müqavilə müddətsiz bağlanmalıdır. Əgər müqavilədə heç bir müddət göstərilməyibsə, o avtomatik olaraq müddətsiz hesab olunur. Maraqlıdır. Hətta belə bir qayda da var, əgər müddətli əmək müqaviləsi eyni işçiyə, eyni işə götürəndə fasiləsiz olaraq 5 ildən çox davam edirsə, o artıq müddətsiz müqaviləyə çevrilmiş sayılır. Deməli, işə götürən istədiyi vaxt müddətli müqavilə bağlaya bilməz. Xeyr, qanun bunun üçün konkret əsaslar müəyyən edib. Müddətli müqavilə yalnız müstəsna hallarda bağlanıla bilər. Məsələn, mövsumi işlər var, bilirsiniz, yalnız müəyyən fəsildə görülür və ya kimsə məzuniyyətdədir, xəstədir, onu müvəqqəti əvəz etmək lazımdır. Aha. Yaxud konkret bir layihə var, o bitənə qədər işçi lazımdır. Bəzən işçinin özü xahiş edir, məsələn, təhsili ilə əlaqədar ya da pensiya yaşına çatdığı üçün müəyyən müddətə işləmək istəyir. Seçkili vəzifələr də bura aiddir, yəni əsaslı səbəb olmalıdır.
Anladım. Bəs işə düzələrkən bizdən hansı sənədləri istəyə bilərlər? Bəzən siyahı çox uzun olur. Ən əsası şəxsiyyət vəsiqəsidir, bu mütləqdir. Əgər müqavilə elektron formada bağlanmırsa, yəni köhnə qayda ilə kağız üzərindədirsə, onda əmək kitabçası da tələb olunur. Amma indi əksər hallarda elektron sistemə keçid olduğu üçün əmək kitabçası daha az tələb olunur. İşin xarakterindən asılı olaraq təhsil haqqında sənəd, yəni diplom, attestat və ya peşə hazırlığı haqqında sənəd tələb oluna bilər. Bəzi işlərdə, xüsusən qida, səhiyyə sahələrində sağlamlıq haqqında tibbi arayış da istənilə bilər. Bəs başqa sənədlər, məsələn, yaşayış yerindən arayış ya da nə bilim başqa şeylər? Bax, bu çox vacib məqamdır. Qanunda, yəni əmək məcəlləsində nəzərdə tutulmayan və ya gördüyünüz işin xarakterinə aidiyyatı olmayan heç bir əlavə sənədi işə götürən sizdən tələb edə bilməz. Bu, qadağandır. Hətta yaşayış yeri üzrə qeydiyyat olmasa belə, çox vaxt bunu problem edirlər. Qətiyyən. Qanun bunu birmənalı şəkildə yazır ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatının olmaması onun işə qəbuluna səbəb ola bilməz. Həmçinin məcburi köçkünlər, qaçqın statusu olanlar və ya ilk dəfə əmək fəaliyyətinə başlayanlardan əgər kağız müqavilə bağlanırsa, əmək kitabçası tələb edilmir, çünki onlarda olmaya bilər. Çox sağ olun, bunlar həqiqətən vacib detallardır. Təbii ki, bu qaydaları bilmək bir yana, həm iş axtaran, həm də işə götürən üçün doğru ünvanı tapmaq da önəmlidir. Bax, burada jobzones.co kimi platformalar çox kömək edə bilər, elə deyilmi? Tamamilə doğrudur. Məsələn, jobzones.co iş axtaranlar üçün prosesi çox rahatlaşdırır. Təsəvvür edin, sadə filtrlərlə özünüzə uyğun işləri axtarırsınız. Hətta uyğun vakansiya olmasa belə, sistemə abunə olursunuz və yeni uyğun elan çıxan kimi sizə e-mail, Telegram və ya WhatsApp vasitəsilə bildiriş gəlir. Həm də platformada avtomatik CV hazırlamaq olur. Blog yazıları da var, çox faydalıdır. 4 dildə də işləyir. Bəli, Azərbaycan, Türk, Rus, İngilis. İşə götürənlər üçün də düşünülüb. Öz şirkət profilini yaradıb, elanlarını rahatça yerləşdirə bilirlər. Müraciətləri qəbul etmək üçün müxtəlif yollar var. Elə platformanın özündən, linklə, e-mailə yönləndirməklə, hətta zənglə. Həm də müraciətləri idarə etmək, namizədlərlə platforma daxilində yazışmaq, görüş təyin etmək. Bunlar hamısı işi asanlaşdırır. Analitika imkanları da var ki, bu da HR prosesləri üçün çox vacibdir. Və ən əsası, əla bir xəbərimiz var. Bəli, bunu mütləq deməliyik. Hazırda, baxın, iyun ayı ərzində jobzones.co-da işə götürənlər üçün olan panelə qoşulan şirkətlər platformanın bütün premium xüsusiyyətlərindən tam 3 ay boyunca heç bir ödəniş etmədən istifadə edə biləcəklər. Bu, çox yaxşı fürsətdir. Fürsət demişkən, HR mütəxəssislərinə də bir müraciətimiz var. Biz platformanı daim təkmilləşdirməyə çalışırıq. Sizin rəyləriniz, təklifləriniz bizim üçün çox dəyərlidir. Bizə dəstək olun, platformanı sınayın, fikirlərinizi bildirin. Bunun qarşılığında isə şirkətinizin iş elanlarını platformamızda ödənişsiz yerləşdirmə imkanı qazanın. Və əlbəttə, arzuladığı işi axtaran hər kəsi də platformamızı yoxlamağa dəvət edirik. Ümid edirik ki, bugünkü söhbətimiz, yəni Əmək Məcəlləsinin bu vacib hissəsi və jobzones.co platforması haqqında danışdıqlarımız sizin üçün faydalı oldu. Həqiqətən öz hüquqlarınızı bilmək və müasir texnologiyalardan, alətlərdən istifadə etmək karyeranızda sizə böyük kömək ola bilər. Növbəti dəfə hansı mövzulara toxunmağımızı istərdiniz? Bəlkə sizi maraqlandıran konkret maddələr var, fikirlərinizi, təkliflərinizi ya da suallarınızı bizə göndərə bilərsiniz. E-mail ünvanımız info@jobzones.co yaxud elə bu müzakirənin altında şərh bölməsində də yaza bilərsiniz və jobzones.co-nu sosial media hesablarında da izləməyi unutmayın. Diqqətiniz üçün, bizi dinlədiyiniz üçün çox təşəkkür edirik. Gələn həftənin eyni günündə, eyni saatında yenidən görüşmək ümidi ilə sağ olun, salamat qalın. Salamlayırıq sizi. Bugünkü dərin təhlilimiz jobzones.co iş elanları, iş və namizəd axtarışı platformasının dəstəyi ilə hazırlanıb. Bugün, deməli, çox vacib, çox aktual bir mövzuya toxunuruq. Əmək Məcəlləsinə görə əmək müqaviləsinə xitam verilməsi, yəni işdən çıxma və çıxarılma qaydaları. Əlimizdə məcəllənin özü, yəni müvafiq maddələr var. Bir də jobzones.co platforması haqqında bəzi məlumatlar. Bəli, məqsədimiz sizə kömək etməkdir. İstər işçi olun, istər işə götürən, bu prosesin, yəni əmək münasibətlərinin sonlanmasının hüquqi tərəflərini anlamaqdır.
Həm də ki, baxaq görək jobsons.co kimi müasir platformalar bu, necə deyim, keçid mərhələsində necə faydalı ola bilər. Hətta mülkiyyətçi dəyişəndə də bəzi işçilər üçün bu əsasdır. Bir də tərəflərdən asılı olmayan hallar var. Çox vacib bir məqamdır. Baxın, xitam ancaq və ancaq məcəllədə göstərilən əsaslarla və oradakı qaydalarla mümkündür. Başqa heç bir səbəb, yəni qanuni deyil. Bunu bilmək lazımdır. Aydın oldu. Bəs deyək ki, işçi özü getmək istəyir, onda nə etməlidir? Prosedur necədir? Əsas qayda deməli budur ki, işçi bir təqvim ayı əvvəl işə götürənə yazılı şəkildə xəbərdarlıq etməlidir. Yazılı olması vacibdir, kağızda da olar, elektronda. Bir ay əvvəl. İstisnalar var təbii ki. Məsələn, pensiya yaşına çatmaq, əlillik, təhsil almaq üçün işdən ayrılma, başqa yerə köçmək və ya təəssüf ki, cinsi qısnama kimi hallar, belə hallarda işçi ərizəsində yazdığı gün işdən ayrıla bilər. Yəni o bir ayı gözləməyə ehtiyac qalmır. Və bir də vacib məqam, işə götürən işçini məcbur edə bilməz ki, sən ərizə yaz, çıx, bu qəti qadağandır. Tez-tez verilən bir sual var, elə bil, dinləyicimiz soruşur. Ərizəni yazdım, amma bir həftə sonra fikrimi dəyişdim. Geri götürə bilərəm ərizəmi? Bəli, çox yaxşı sualdır. Maddə 69.4 buna icazə verir. O bir aylıq xəbərdarlıq müddəti var ha, o bitənə qədər ərizənizi geri götürmək hüququnuz var. Amma bir şərtlə ki, işə götürən artıq sizin yerinizə başqa birini götürmək barədə rəsmi, yazılı bir addım atmamış olsun. Yəni kiməsə rəsmi təklif göndərməyibsə, geri götürə bilərsiniz. Başa düşdüm. İndi gələk o biri tərəfə. İşə götürən hansı hallarda işçini işdən çıxara bilər? Yəni müqaviləni ləğv edə bilər. Əsaslar məcəllədə sadalanıb. Baxın, müəssisə ləğv olunursa, işçilərin sayı və ya ştatlar ixtisar edilirsə, sonra işçi atestasiyadan keçə bilmirsə, yəni vəzifəsinə uyğun olmadığı müəyyən edilirsə, yaxud əmək funksiyasını yerinə yetirmirsə, ya da kobud pozuntuya yol verirsə, buna qayıdacaq. Bir də sınaq müddətində özünü doğrultmayıbsa və dövlət büdcəsindən maliyyələşən müəssisələrdə yaş həddinə çatmaq məsələsi var. Deməli, bir neçə əsas var. Bəli, amma burada çox vacib bir məqam var. İşə götürən bu əsaslardan hansını göstərirsə göstərsin, onu sübut etməlidir. Yəni, sözlə demək kifayət deyil. Məsələn, o ki dedik, vəzifəyə uyğunsuzluq. Bunu işə götürən özü müəyyən elə bilməz. Bunu ancaq səlahiyyətli bir orqan, məsələn, attestasiya komissiyası müəyyən edə bilər. Rəsmi qərar olmalıdır. Yəni, belə başa düşdüm, bir dinləyicimiz narahat ola bilər ki, rəhbər dedi ki, sən bu işə yaramırsan, çıx get. Bu əsasla çıxarmaq olarmı? Qətiyyən, dediyim kimi, attestasiya komissiyası kimi səlahiyyətli bir orqanın rəsmi qərarı olmadan sırf vəzifəyə uyğun deyil əsası ilə xitam vermək, yəni düzgün deyil, qanunsuz sayılır. Aydın oldu. Bəs o kobud pozuntu dediniz, maddə 72. O nə deməkdir? Nələr sayılır kobud pozuntu? Məcəllə bunları konkret sadalayır. Məsələn, işçi heç bir üzürlü səbəb olmadan bütün gün işə gəlmirsə, bu 1. 2. İşdə sərxoş vəziyyətdə olmaq, yəni alkohollü içki, narkotik və ya toksik maddə qəbul edib işə gəlmək. 3. İşə götürənə qəsdən maddi ziyan vurmaq. 4. Əməyin mühafizəsi qaydalarını pozmaq, amma elə pozmaq ki, iş yoldaşının sağlamlığına zərər dəysin və ya hətta ölümünə səbəb olsun. 5. Kommersiya və ya dövlət sirrini yaymaq. Və 6. Əgər işçinin əvvəllər intizam tənbihi olubsa və o 6 ay ərzində nəticə çıxarmayıb təkrar pozuntuya yol verirsə. Bax, bunlar kobud pozuntulardır. Deməli, bunlar ciddi məsələlərdir. Əlbəttə, göründüyü kimi əmək müqaviləsinin xitamı, yəni kifayət qədər ciddi hüquqi prosedurları olan bir prosesdir. Bu, hər iki tərəf üçün, yəni həm işçi, həm də işə götürən üçün müəyyən qeyri-müəyyənliklər yarada bilər, yeni bir mərhələ deməkdir. Məhz elə bu nöqtədə yeni iş axtaranlar üçün də, yeni işçi axtaran şirkətlər üçün də jobzones.co kimi platformalar çox köməkçi ola bilər. Elə xatırladaq ki, bugünkü təhlilimiz də məhz jobzones.co-nun dəstəyi ilə sizə təqdim olunur. Bəli, düz qeyd etdiniz. Jobzones.co-nun əsas məqsədi, missiyası iş axtaranlarla işə götürənləri bir araya gətirmək,
onları dəstəkləməkdir. Vizyonları isə elə bir canlı ekosistem yaratmaqdır ki, hər kəs öz potensialını tam reallaşdıra bilsin. Güvən, innovasiya, müştəri mərkəzlilik, bunlar onların əsas dəyərləridir. Elə isə fürsətdən istifadə edib, hörmətli HR mütəxəssislərinə, işə götürənlərə səslənək, işə qəbul prosesinizi JobZones Cube ilə daha effektiv, daha müasir edin. Platforma sizə vakansiyaları rahat idarə etmək, namizədlərlə birbaşa əlaqə saxlamaq, analitika və hesabatlardan yararlanmaq kimi çoxlu imkanlar verir. Və xüsusi bir təklifimiz də var. Hazırda, baxın, iyun ayı ərzində platformamızda işə götürənlər üçün nəzərdə tutulmuş panelə qoşulan şirkətlər məhsullarımızın premium xüsusiyyətlərindən tam 3 ay boyunca heç bir ödəniş etmədən istifadə edə biləcəklər. Bu əla fürsətdir məncə. Əla fürsətdir, bəli. Və əziz iş axtaranlar, siz də ürəyinizə olan işi məhz jobzones.co-da tapa bilərsiniz. Orada geniş filtrləmə imkanları var, yəni axtarışınızı çox dəqiqləşdirə bilərsiniz, uyğun işlər barədə bildirişlər gəlir sizə, karyera ilə bağlı faydalı bloq yazıları var, məsləhətlər var və çox dilli dəstək Azərbaycan, Türk, Rus, İngilis dillərində. Tezliklə CV yaratma funksiyası da əlavə olunacaq, daha da asanlaşacaq və ən əsası, namizədlər üçün istifadə tamamilə pulsuzdur. Unutmayın şüarı, JobZones ilə karyeranı gücləndirəcək fürsətləri qaçırmayın. JobZones.co sadəcə iş elanları və CV bazası deyil də, yəni istifadəçi üçün çox rahat interfeysi var, mobil versiyası əladır, tez-tez verilən suallar bölməsi, şirkətlər haqqında ətraflı məlumatlar, təhlükəsizlik də yüksək səviyyədədir, SSL sertifikatı ilə qorunur. Hətta gələcək üçün də planları böyükdür, süni zəka ilə işləyən chatbot, AT sistemi, yəni namizəd izləmə sistemi, süni zəka ilə müsahibəyə hazırlıq modulu, hətta sərbəst çalışanlar, yəni freelancerlər üçün ayrıca bir bölmə, bunlar hamısı yaxın zamanlarda əlavə olunacaq. Çox innovativ yanaşmadır, həqiqətən. Bilirsiniz, bütün bu texnoloji yeniliklər məni bir düşüncəyə gətirir. Görəsən, bu JobZones.com kimi platformaların inkişaf etdirdiyi süni zəka alətləri gələcəkdə işə qəbul prosesini necə dəyişəcək? Hətta bayaq danışdığımız o, necə deyim, biraz subyektiv görünə bilən əsaslar var idi, məcəllənin 70-ci maddəsindəki vəzifəyə uyğunsuzluq və ya əmək funksiyasını yerinə yetirməmə. Görəsən, AI bu qiymətləndirməyə necə təsir edə bilər? Bu, çox maraqlı bir sualdır, düşünmək lazımdır. Çox maraqlı fikirdir, həqiqətən. Gələcək çox şey vəd edir. Platforma ilə daha yaxından tanış olmaq istəyirsinizsə, jobzones.co saytına daxil olun, fürsətdən də yararlanın. Bizimlə qalın, başqa hansı mövzulara toxunmağımızı istərdiniz? Bəlkə elə bugün danışdığımız mövzu ilə bağlı xüsusi suallarınız var, o zaman bizə yazın. info@jobzones.co e-mail ünvanına və ya sosial media hesablarımızda şərh bölməsinə. Fikirləriniz bizim üçün çox önəmlidir. Diqqətinizə və bizi dinlədiyinizə görə təşəkkür edirik. Gələn həftə eyni gün, eyni saata yeni mövzu ilə görüşənədək sağ olun, salamat qalın.